Hərbi xidmətlə bağlı bəzi qanun və fərmanlarda dəyişiklik edilir. Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. ABŞ Prezidenti Donald Trump İranın nüvə sazişi bağlamaq üçün ikinci şans olduğunu bildirib. İsrailin hava zərbələri nəticəsində İranda azı 20 yüksək rütbəli zabit həlak olub. İran xalqı və ölkə rəhbərliyi bu cinayət qarşısında susmayacaq, düşməni öz ağılsız addımlarına görə peşman edəcək. Bunu xalqa müraciətində Prezident Məsud Pezeşkiyan deyib. Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası prosesinin davam etdirilməsi ilə bağlı danışıqlar gedir. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. Milli Məclisdə qaz təchizatı haqqında qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Qazdan istifadəyə görə sabit tarif tətbiq ediləcək. 2025-ci ilin may ayında əhaliyə göstərilən ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2%, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,6% təşkil edib.